vəkil olmaq istəyirdi. Vəkilinin ağzından düşmürdü. Mən uşaqlıqdan onu Qəncə Paşayevin rəhmət eləsin. Onun baxırdı, deyirdi, nə güclü xanımdır. Mən gələcəkdə vəkil olmaq istəyirdim. Həmişə ona baxırdı, fəxr edirdi. Nə deyə bilərəm, nə qədər dedim müəllim olam, mən bulam, amma vəkil olmaq. Birə dedi, getdi məktəbə, gəldi, ağladı, dedim, amma mən yazı yaza bilmirəm. Mən daha kursa getmək istəmirəm məktəbə. Dedim, niyə mən bulam? Adam xəstə olar da. Atasına dedim ki, apar da xəstəxanaya. Həkimlər də əlində gələni elədi. Çox da mənə kömək elədi. Dedilər ki, rayondan gəlib. Amma olmadı, dedi, virüs düşüb onun başına. Beyinə nə dedim, onu bilmirəm, amma dünyasında harda gördünüz onu axırı dəfə? Reanimasiyada gördüm. Xoş elədim. Ürək yandılar, qoydular mənim onun yanına. Qoldum da bir gecədə onun yanına, o qədər yalvardım. Dedilər, icazə yoxdur, kamerə var. Dedim, siz də anasınız, qurban olum sizə. Neyim? Ana ürək işte. Qoydular, gedirdim, gədirdim. Çox da baxırdılar. Mən söz deyə bilmərəm, həkimlər hamısı onun üçün ağlayırdı. Onun savatı üçün ağlayırdı. Onlar üçün ağlayırdı.